Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bölgə TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb liseyi istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, 1-ci Göl kənarı yolu Ziyabiyoda prospekti istiqamətində, Sabunçu Zabrat şosesi Koroğlu metro stansiyası istiqamətində, Qaraqareyev prospekti Qaraqareyev metro stansiyasından Koroğlu metro stansiyası istiqamətində, Mikayıl Əliyev küçəsi Neft Emal zavodunun yanından Koroğlu metro stansiyası istiqamətində, Heydər Əliyev prospekti Köməkçi yol mərkəzi istiqamətində, Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində, Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşən qızı, Bölgə TV.